Son illər lisey və gimnaziyalarda təhsil alanların sayı 2 dəfədən çox artıb. Bu təhsil ocaqlarında oxumaq həm valideynlərin, həm də orta ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin arzusuna çevrilib. Bu istəyi reallaşdırmaq üçün isə öncə qəbul imtahanlarında iştirak etmək lazımdır. Bəs görəsən sözü gedən təhsil ocaqları orta ümumi təhsil məktəblərindən nə ilə fərqlənir? Lisey və gimnaziyalarda təhsil alanların repetitor yanına getmədən ali məktəblərə qəbul olma şansı nə qədərdir? Dövlət liseyində oxuyur. Hazırlığa qoyursunuzmu fərdi müəllim yanına? Yox, 3-cü sinifdə qoymuram hələ. Amma dərslər o qədər çətindir ki, qoyulmalıdır. Yenə liseylərdə elədi ki, təlim, tərbiyə də var. Çox savadlı uşaqlar onun sözləri tək məşğul ola bilirlər. Amma ki, bu orta səviyyədəki uşaqlar üçün müəllim lazımdır da. Fərqi var. Nə fərqi var? Oxumağında, qanında, təhsilində. Burada daha çox məsələn STEM dərslər falan keçirildi. O biri məsələn məktəblərdə STEM falan keçirilmirdi, təsviri sənət falan keçirildi. Valla elə böyük bir fərq yoxdur, amma bizim liseyimizdə disiplin çox yaxşıdır. Hazırlığa gedir bəzi fənlərdən. İndi ümumiyyətlə təhsil çox çətindir. Uşağın 3-cü sinifdə keçdiyini biz 7-ci sinifdə keçmişik. Ona görə uşaq çətinlik çəkir. Əlavə məşğələyə getməsə mümkünatı yoxdur. Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyir ki, əslində liseylər orta ümumi təhsil məktəbləri ilə müqayisədə daha üstün səviyyəli təhsil müəssisəsi hesab edilir. Beynəlxalq təcrübədə də bu təhsil ocaqları ciddi şəkildə digərlərindən fərqlənir. Ancaq Azərbaycanda hazırda liseylərlə orta ümumi təhsil məktəbləri arasında fərq nəzərə çarpan deyil. Bizdə lisey gimnaziyalar beynəlxalq təcrübəyə baxanda düzgün təşkil olunmur. Lisey gimnaziyalara qəbul zamanı uşaqların IQ qabiliyyəti, onların intellektual səviyyəsi ölçülərək qəbul edilməlidir. Amma bizdə lisey gimnaziyalara mərkəzləşmiş qaydada imtahan aparılır və bildiyiniz kimi Azərbaycan dili və riyaziyyatdan suallar əsasında qəbul olunur. Lisey gimnaziyalarda repetitorluq ümumi təhsil məktəblərinə nisbətən daha çoxdur. Lisey gimnaziyalarda hazırlıq keçən repetitorlar digər ümumi təyinatlı ümumi təhsil məktəblərində hazırlıq keçən repetitorlara nisbətən ən azı 2 dəfə daha baha qiymətə hazırlaşdırılır. Elşən Qafarovun sözlərinə görə lisey və gimnaziyalarda effektivliyin artırılması üçün öncə yeni təhsil ocaqları yaradılmalıdır. Burada təhsil alanların repetitor yanına getmədən ali məktəblərə qəbul olunması üçün xüsusi tədris proqramı hazırlanmalıdır. Lisey gimnaziyalar fərqli proqramla tədris etməsinə baxmayaraq onların öz vəsaitləri yoxdur. Amma beynəlxalq təcrübədə baxsaq hər liseyin özünün öz dərslikləri var, öz vəsaitləri var. Artıq növbəti ildən lisey gimnaziyalara şagirdlərin qəbulu 6-cı sinifdən aparılmağa başlayacaq. Hansı ki, beynəlxalq təcrübədə istedadlı uşaqlarla iş erkən yaşdan, hətta 5 yaşdan başlayan ölkələr də var. Lisey gimnaziyaların şəbəkəsinin genişləndirilməsi üçün birinci növbədə yeni məktəblər tikilməlidir. Ümumi təyinatlı ümumi təhsil məktəblərinin bazasında lisey gimnaziyalar yaradılır ki, bu da əslində bu yeni bir deyək ki, dəyişikliyə gətirib çıxartmır. Məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əlaqə saxladıq. Lakin suallarımıza hər hansı cavab almağımız mümkün olmadı. Xələf Xələfov, Davud İbrahimov, Ayaz Süleyman, Soy xəbər ötəsi.